Salam dəyərli izləyicilər. Burada belə bir sual verilir ki, qədim Romada Respublika dövrü zamanı qədim Yunanistanda baş verən hadisəni müəyyən edin. İlk öncə Respublika dövrünü bilmək lazımdır ki, eradan əvvəl deməli 509-dan 27-ci ilə qədər Respublika dövrüdür. Bu Olimpiya onları 776 olduğuna görə düşmür. Solon 594 ise yanlışdır. Drakon qanunların qəbul etməsi 7-ci əsrə aid olduğunu düşmür. Dorilər tərəfindən Mikena mədəniyyətinin məhv edilməsi 2-ci minilliyə aid olduğuna görə götürülmür. Demək, Afina-Sparta müharibəsi 434-401-ci ildə baş verdiyinə görə, 431-404-cü ildə baş verdiyinə görə, deməli bu hansı ki zaman müddətinə düşür. Ona görə sualın doğru cavabı Y variantıdır. 36-cı sualda qeyd edirik ki, ilk Göytürk dövlətinin sxemdə verilən dövlətlərdə ümumi cəhəti müəyyən edin. Uyğur dövləti. Sasanilərlə müharibə. Uyğurlar Sasanilərlə müharibə etməyib. Çinin asılı hala salınması Göytürklərlə Uyğurların ortaq cəhətidir. Doğrudur. Xalqların böyük köçü dövründə yaranması 4-7-ci əsrlərə aid olduğu üçün bunu da uyğun olaraq götürmək olar. Çünki Göytürk dövləti 552 daha doğrusu Uyğur düşmür. 744'te yarandığına göre uyğun değil. Deməli, burada yalnız B variantı gedir. Frank dövlətinin ortaq cəhət. Avarlara qarşı mübarizə Göytürk dövlətinin Franklarla deməli Franklarla avarlarla müharibə olub, doğrudur. Ərəb xilafəti ilə müharibə aparması Göytürklər Ərəb xilafəti ilə müharibə aparmayıb. Bizansla diplomatik əlaqələr saxlanması Frank dövlətinin ortaq cəhət ola bilər. Deməli, 1-də B, 2-də AC uyğun cavabdır. 1-də B, 2-də AC B variantında göstərilmişdir. Diqqətiniz üçün təşəkkür edirik.